Hər vaxtınız xeyir olsun. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Real televiziyası ilə birgə təqdim etdiyi Real İslahat verilişinə baxırsınız. Verilişi mən Zənurə Talbova təqdim edəcəm. Qonağımız isə mərkəzin Enterprise Azərbaycan portalının rəhbəri İsa Qasımovdur. Biz bugün Enterprise Azərbaycan portalının yaşıl və rəqəmsal İpək yolu mövzusunda həyata keçirdiyi Startup məktəbi layihəsi haqqında danışacağıq. İsa müəllim, xoş gördük sizə. Xoş gördük Zənur xanım. İsa müəllim, artıq bizim mərkəz Enterprise Azərbaycan portalı vasitəsilə bir neçə ildir davamlı olaraq Startup məktəbi layihələri həyata keçirilir. Startup 1 layihəsi həyata keçirilib, Startup 2 layihəsi keçirilib və artıq bu ekosistemdə geniş əks-səda doğurur bizim həm layihələr, həm startup iştirakçılarımız, komandalarımız. İndi hal-hazırda biz Startup 3 layihəsinə start veririk və startupda qeydiyyata da artıq başlanılıb. Mən bilmək istəyirəm, bu startup məktəbi digərlərindən nə ilə fərqlənəcək? Bu dəfə yeniliklərimiz nədən ibarətdir? Çox sağ olun Zənur xanım. Özünüz də vurğuladınız ki, Startup məktəbi bir neçə ildir ki başlayıb. Mən düşünürəm ki, elə əvvəlcədən deyim ki, Startup məktəbi fəaliyyəti Enterprise Azərbaycanın öhdəlikləri içərisində ən doğru atılan addımlardan biridir və uğurlu addımlardan biridir. Çünki startup fəaliyyəti, startup yanaşması günün tələbidir, bazarın ehtiyaclarına cavab verir. Qaldı ki, biz bu il Startup School 3, Startup məktəbi 3 versiyasını artıq elan etmişik və bu Startup məktəbi 3 konsepsiyası əsasında qeyd etdiyiniz kimi yaşıl və rəqəmsal İpək yolu akselerasiya proqramını elan etmişik. Startup School 1 və Startup School 2 proqramlarında əsasən Enterprise Azərbaycan ekosistemə yeni startupların formalaşmasını və o startupların inkişaf etdirərək inkubasiyadan məzun edilməsini təmin edir, təşkil edirdi. Ancaq hal-hazırda biz Azərbaycandakı innovasiya ekosistemindəki baş verənləri təhlil edib belə qənaətə gəldik ki, bizim üçün daha uyğun olur. Həm bizim Enterprise Azərbaycan, həm də ekosistem üçün daha məqsədə uyğun olar ki, biz bu dəfə akselerasiya proqramı eləyək. Yəni bizim bu ilki fərqimiz Startup School üçün Startup School 1 və 2-dən əsas fərqi odur ki, biz bu il daha üstün versiyada akselerasiya proqramı təklif edirik ekosistemə. Siz bu haqda çox geniş məlumatlısınız İsa müəllim, amma mən istəyirəm tamaşaçılar üçün biz bir qədər geniş izah eləyək ki, akselerasiya proqramı ümumiyyətlə nədir? Yəni digər startup layihələrindən nə ilə fərqlənir? Nəyə görə məhz beynəlxalq akselerasiya proqramı? Təşəkkür edirəm. Əlbəttə, yəni startup biliyə əsaslanan bir fəaliyyətdir. Biliyin istifadəsinə əsaslanan fəaliyyət növüdür və orada biliklərdən istifadə edərək, bacarıqlardan istifadə edərək bazara yeni modellər, yeni əlavə dəyərlər təklif olunur və bu ideya mərhələsindən, hətta ideyadan da əvvəlki mərhələlərdən başlayaraq investisiya çıxış, bazara çıxış mərhələsinə davam edir. Akselerasiya proqramının burada həm fərqi, həm də ki, mənası baxımından deyək ki, akselerasiya proqramı formalaşmış bir startupın investisiya çıxışını təmin edən bir proqramdır. Dolayısıyla bazara məhsul və ya xidmət təmin etməsini təmin edən bir sürətləndirici proqramıdır. Elə hərfi mənasına da baxanda ekosistemdə akselerasiya proqramları sürətləndirici proqram kimi qiymətləndirilir. Kifayət qədər belə deyərdim ki, startup fəaliyyətində çox intensivliklə seçilən bir proqram növüdür, fəaliyyət növüdür və biz təbii ki, bu prosesin ciddiliyini və əhəmiyyətini başa düşərək biz qlobal bazarın ən güclü tərəfli ekosistemlərinin oyunçularını bu fəaliyyətə cəlb etmişik. Təlimçi, mentor kimi, investor kimi bu prosesə cəlb etmişik. Bəs hansı meyarlar əsasında? Əlbəttə, yəni burada startupların qəbulundan söhbət gedirsə ki, hansı startuplar akselerasiya proqramında yer ala biləcəklər. Doğrudur ki, biz həm ideya, həm də ki, inkubasiya mərhələsindəki startupları qəbul edə bilərik və bizim meyarlar da buna uyğundur. Qeydiyyat formasında da bu şərtlər nəzərə alınıb. Əlbəttə ki, startup proqramının öhdəlikləri nəzərə alaraq müraciət edən startuplar arasından həmin akselerasiya proqramından ən çox istifadə edə bilən layihələri cəlb edəcəyik. Başqa sözlə desək, hansı startuplara ki, biz faydalı ola biləcəyimizi görəcəyik, münsiflər heyətinə birgə o startupları seçəcəyik. Amma
bir daha geri dönərək qısaca deyim ki, bu startaplar üçün konkret olsun ki, dəqiq olsun ki, biz həm ideya mərhələsində, həm də inkubasiya mərhələsində və inkubasiya mərhələsindən sonraki mərhələdə olan startapları qəbul edirik. Amma bu şərtdə ki, o startaplar öz qeydiyyatdan keçirərkən təqdim etdikləri məlumatlarla əsaslandırmalılar ki, onlar həqiqətən akselerasiya proqramından faydalana biləcəklər. Onda belə çıxır ki, yəni burada yeni başlayan startaplara yox, yəni müəyyən bir yol qət eləmiş startaplar üçündür Startup 3 layihəsi. Komandası olan, ideyanın formalaşması baxımında kifayət qədər işlər görmüş, biznes modelinin formalaşdırılmasında kifayət qədər işlər görmüş, ümumiyyətlə innovasiya ekosistemində startup ekosistem terminologiyadan tanış olan və komandası kifayət qədər güclü olan komandalar bu cür proqramlardan daha çox faydalanırlar və nəticədə bu akselerasiya proqramlarına maraq göstərən, onun nəticələrini gözlənən investorlar üçün də bu daha məqbuldur ki, onların maraqlarına uyğun formalaşmış, inkişaf etmiş startaplar məzun edilir bu proqramda. Amma bizim mövzu, bu dəfəki startap məktəbinin mövzusu yaşıl və rəqəmsal ipək yoludur. Yəqin ki, startapların da mövzu, fəaliyyət istiqamətinin uyğunluğu da nəzərə alınacaq. Əlbəttə, prioritet istiqamətlər adından məlum olduğu kimi yaşıl və rəqəmsal iqtisadiyyatdır. Təbii ki, burada proqramın keçirildiyi, xitab etdiyi əhatə dairəsi də əhəmiyyət kəsb edir. Amma istənilən halda yaşıl iki prioritet istiqamətləri, yaşıl və rəqəmsal texnologiyalar, yaşıl və rəqəmsal həll yolları bu akselerasiya proqramının əsas prioritetləridir. İsəmən, bəs nəyə görə bu mövzuya bu dəfə müraciət olundu, həm də beynəlxalq miqyasda? Mən istəyirəm bir qədər bunu geniş izah edək. Çox sağ olun. Ən önəmli məqamlardan biri budur. Mövzuya niyə görə, prioritet istiqamətlər niyə bu seçildi? Bir kərə bazarın ehtiyacı, tələbatı budur. Təbii ki, bu həm qlobal miqyasda belədir, həm də Azərbaycan miqyasında belədir ki, Azərbaycanın da strateji inkişaf baxışlarında həm rəqəmsallaşma ciddi şəkildə prioritetdir, eyni zamanda da iqtisadiyyatın yaşıl modellərlə inkişaf etdirilməsi prioritetdir. Digər tərəfdən təkcə Azərbaycanın yox, akselerasiya proqramının xitab etdiyi əhatə dairəsində olan bütün ölkələrin maraq dairəsindədir. Burada ən önəmli məqamlardan biri budur ki, investorlar da bu istiqamətə əhəmiyyət verirlər. Bu istiqamətin gətirdiyi həll yollarına əhəmiyyət verirlər. Ona görə biz bu mövzuları seçmişik. Amma beynəlxalq nəyə görə İpək yolu üzərindəki Mərkəzi Asiya ölkələrinə xitab edirik? Bu da reallıqdır ki, Azərbaycan Respublikası, Azərbaycan regionda Çindən başlayaraq Avropaya qədər davam edən yeni logistika xəttləri, yeni nəqliyyat qovşaqları inkişaf edir, formalaşır və bunların növbəti illərdəki bazar ehtiyacları, bazar tələbatı kifayət qədər geniş olacaq. Burada kifayət qədər investisiya dövriyyəsi artmış olacaq. Dolayısıyla biz belə qənaətə gəldik ki, bu qədər iqtisadi aktivlik nəticəsində startapların gətirdiyi yeni texnoloji həll yollarına da ehtiyac olacaq və onların investisiya alma imkanları da artır. Digər tərəfdən Azərbaycanın təbii ki, sosial-iqtisadi baxımdan inkişaf etməkdə olan, beynəlxalq əlaqələrin formalaşdırılması olan bir nəqliyyat qovşağıdır bu istiqamət və burada startaplardan kənar ənənəvi bizneslərin də maraq göstərdiyi coğrafiya olduğu üçün əlbəttə ki, bu akselerasiyanın nəticələrinə daha yaxşı təsir edəcəyini qənaətindəyik. Yəni, bu subyektiv fikir olmaqdan ziyadə həm də təhlil edilərək bu qənaətə gəlinir. İsəmən, bəs hansı ölkələrdən, hansı startaplar müraciət eləyə biləcək bu dəfəki layihəmizə? Çünki buna qədərki layihələrimizdə də beynəlxalq səviyyədə olan mentorlarımız var idi. Biz onlarla işləyirdik və iştirakçılar da beynəlxalq müstəviyə çıxmaq onlar üçün kifayət qədər asandı. Yəni, bu dəfə hansı ölkələr, müraciətlər necə? Çox sağ olun. İki əsas məqamı vurğulayacağım. Burada bilik istehlak edən, bilik ixrac edən tərəflər var. Hansı ki, ölkələrdən biz startapları qəbul edirik. Bunları birinci aid eləyək, onu izah edeyim. Biz, demək, Çindən tutmuş Macaristana qədər Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, Qırğızistan, Əfqanistan, Pakistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Macaristandan, ola bilsin adını unutun bu əhatə dairəsində olduysa, bu ölkələrdən biz deyək ki, startapları qəbul edəcəyik. Ancaq bilikdən istifadə edən,
bilik xidməti təklif edən tərəflər isə dünyanın ən qlobal tərəfləridir ki, biz həm ABŞ təcrübəsindən, həm Mərkəzi Avropa təcrübəsindən, Almaniya təcrübəsindən istifadə edirik. Eyni zamanda Cənubi Koreyanın ekosistem təcrübəsindən və Çinin ekosistem təcrübəsindən. Əlbəttə ki, Azərbaycan və Türkiyənin də bu təcrübəsi birlikdə startaplara təklif ediləcək. Tərəfdaşlarımız kimlərdir? Yəni istəyərəm bir daha onu xatırladasınız. Çünki bizim öncəki bizlə əməkdaşlıq edən beynəlxalq səviyyəli tərəfdaşlarımız var və təbii ki, yeniləri olacaq. Əlbəttə, Startup School-un formalaşmasında rolu olan Nevada Universitetinin özmən sahibkarlıq mərkəzi bizim əsas tərəfdaşlardan biridir. Yəni Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi bizim tərəfdaşlarımızdan biridir. Amma bununla belə biz hal-hazırda danışıqlar aparırıq. Həm Azərbaycan ekosisteminə, həm də digər ekosistemlərin, Orta Asiya, Cənubi Koreya və Çin ekosistemlərində də tərəfdaşlarla danışıqlar aparırıq. Biz bu istəyirik ki, həm maliyyə baxımından, investisiya baxımından, həm də peşəkarlıq baxımından ekosistemin qabaqcıl tərəfləri ilə birgə eləyib bu prosesi davam etdirək, inkişaf etdirək və bu bir dəfəyə şamil olan yox, davamlı tətbiq oluna bilən bir ekosistemə, ölkəyə, regiona fayda verən bir proqrama çevrilsin. Yəni, dolayısıyla hal-hazırda adını çəkdiyim tərəfdaşlar yekunlaşdırılmış tərəfdaşların siyasi deyil. Yəqin ki, növbəti həftə bizim həm Azərbaycan ekosistemindən, həm də digər ekosistemlərdən cəlb edilmiş yeni tərəfdaşlarımız razılaşdırılacaq. Yəni, bəs hansı kriteriyalar var müraciətlər üçün? Tərəfdaşlıq. Əlbəttə, tərəfdaşlıqda bizim üçün ən əhəmiyyətli məqam burada budur ki, bu işin peşəkar təmin olunması üçün. Bu cür proseslərdə peşəkar fəaliyyət göstərən tərəflərlə əməkdaşlıq etməkdə maraqlıyıq və müraciətlər də olunub. Hal-hazırda geri cavab alıb danışıqlar apardığımız da var və burada digər ikinci məqam var ki, bu işin nəticəsi investorları maraqlandırır. Ona görə biz ekosistemdə peşəkar investisiya ilə çıxış edən, investor kimi çıxış edən tərəfdaşlarla danışırıq ki, startapların da daha motivasiyalı, belə deyək ki, daha biznes baxımından aqressiv davranmalarına, yaxşı mənada aqressiv deyirəm, yəni investor marağı çox önəmlidir. Ona görə iki tərəf, peşəkar fəaliyyətdə olan təşkilatlar və investisiya verə bilən tərəflər bizim üçün ən maraqlı tərəflərdir. İslam müəllim, istəyirəm indi bir qədər də startup məktəbinin mərhələləri haqqında danışaq. Yəni biz qeyd elədik ki, biz artıq anons vermişik. Həm tərəfdaşların cəlb olunması, həm qeydiyyat açıqdır. Bu Enterprise Azərbaycan portalında həmin link var. Eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi saytında ətraflı məlumat mövcuddur. Hansı mərhələlərdə keçiriləcək? Yəni, bu dəfə hansı yeniliklər var? Bir kərə cari ilin iyunun 1-nə kimi onlayn müraciətdir. Yəni, bizim resurslardan hansı ki, səhifələrimizdən elan olunub, digər səhifələrdən elan olunub, o səhifələrdə təklif edilmiş qeydiyyat formasından keçərək öz məlumatlarını startaplar daxil etməlidirlər. Ondan sonra bu iyun ayının 1-nə qədər davam edəcək. Bu startapların qeydiyyatı üçün olan tarixdir. Startapların müraciəti, bəli, qeydiyyat linki. Bəs tərəfdaşlar üçün hər hansı bir tərəfdaşlarla birbaşa danışıqlar gedir. Birbaşa bizə müraciət edir və ya biz özümüz bəzi tərəfdaşlara da müraciət edirik, danışırıq. Amma ola bilər ki, hansısa tərəfdaşa biz hələ çata bilməmişikdə, o tərəfdaşlar bizə müraciət edə bilərlər. Biz danışıqları anında başlatmağa hazırıq və biz bu deməli qeydiyyat və tərəfdaşların müəyyən olması dövrü kimi, deyək ki, iyunun 1-nə kimi, amma düşünürəm ki, biz tərəfdaşları daha erkən tamamlayacağıq müəyyən edib. İyun ayı ərzində, yəni iyunun 1-dən sonra qeydiyyatdan keçmiş startaplar ilkin ekspertizadan keçdikdən sonra, yəni bu ilkin ekspertizanın texniki şərtləri uyğun gəlirsə, biz həmin layihələri, məlumatları təqdim edəcəyik münsiflər heyətinə. Münsiflər heyəti təkcə Azərbaycandan deyil, hətta say etibarilə Azərbaycan orada faiz etibarilə çox yüksək rəqəm göstərmir. Qlobal bazardan cəlb olunur və beynəlxalq ekspertlər baxacaqlar. Belə deyim ki, akselerasiyada ən çox faydalana bilən startapları seçəcəyik. Yəni, bu mərhələdə biz ən güclü startapı seçməyəcəyik. Bu mərhələdə akselerasiyanın daha çox faydalı ola biləcəyi güclü startapları seçəcəyik və ən gecə iyul ayının 1-nə kimi elan ediləcək ki, hansı startaplar akselerasiya proqramına qəbul alıb. Ondan sonraki 2 ay ərzində aktiv təlimlər keçiriləcək. Təlimlərimiz qlobal ekspertlər tərəfindən təqdim olunacağına görə. Bəs onlar müəyyən olduqmu artıq mentorlar? Yoxsa
yoxsa onların üzərində də iş gedir? Belə deyək, hansı ki münsiflər heyəti seçəcək startapları, biz bu mövzuda düzdür, bizim hazır kurikulumumuz var, prioritet istiqamətlərin ehtiyaclarına uyğun olaraq. Amma bununla yanaşı, münsiflər heyəti startapları ki qiymətləndirəcəklər, ondan sonra biz münsiflər heyətindən həm də bunu soruşacaq ki, bu startaplara hansı təlim kurikulumu ilə yaxın yanaşsa, hansı təlim kurikulumları tətbiq edilsə, hansı mentorluq proqramı tətbiq edilsə, bu startaplara daha faydalı olacaq. Yəni təlim kurikulumunun dəqiqləşəcək ondakı startaplar bilinir, tanınır artıq. Yəni biz tanıyırıq ki, hansı startapların nəyə ehtiyacı var. Ondan sonra təbii ki, həmin kurikulumun müəyyənləşmiş kurikuluma görə biz təlimçiləri müəyyən edəcəyik. Doğrudur. Əksər təlimçilərimiz bəllidir. Yəni bu şübhəsiz biz başlamışıqca bu müəyyəndir və tərəfdaşlarımızla bunu danışmışıq, razılaşdırmışıq. Amma əlbəttə ki, dediyim kimi bizim seçdiyimiz və ya akselerasiya proqramı qəbul almış startapların nəyə ehtiyacı var əslində? Onu da kurikuluma əlavə edərək biz o kurikulumun tələblərinə uyğun olaraq təlimçilər cəlb eləyəcəyik. Eyni zamanda da mentorlar cəlb eləyəcəyik. Hansı ki biz planlaşdırırıq ki, təlimlərdən sonra ayrı-ayrı ölkələrdə müraciət edən akselerasiyanı qazanmış startaplarla bootcamplar keçirək. Bu bootcamp həm Azərbaycanda olacaq, həm Qazaxıstanda, həm Özbəkistanda, digər ölkələrdə də. Fiziki həyata keçiriləcək, onlayn qaydada deyil. Onlar, bəli, bootcamp offline olacaq artıq, ənənəvi qaydada olacaq, üzbəüz formada. Oradakı yəqin ki, 1 və ya 2 günlük bootcamplar olacaq və həmin bootcampın nəticəsində belə deyək ki, biz akselerasiya proqramının ən aktiv məqamlarıdır həmin hissələr, həm ən belə yarış, rəqabətçil anlarıdır və o bootcamp nəticəsində biz müəyyən edəcək ki, ən uğurlu, ən perspektiv startaplar hansılardır? Yəni, belə deyək, finala vəsiqə qazananlar, bir növ burada yarış havasını orada göstərmiş olacaq. Təbii ki, bootcampdan sonra finalçılar bəlli olacaq və həmin finalçılara yenidən onların ehtiyacına görə intensiv mentorluq xidməti olacaq ki, artıq onlar final nəticəsində tam investorun gözlədiyinə uyğun biznes modellə, biznes planla, təqdimat qabiliyyətlə, bacarıqları ilə formalaşdırılmış olsun və biz planlayırıq ki, noyabr ayında Bakıda möhtəşəm bir demo day təşkil edək. Demo proqramımız həm sərgi xarakterli olacaq, həm də ki, təqdimat xarakterli. Təbii ki, bu proqramda ekosistemin oyunçuları həm regiondan, həm Azərbaycandan dəvət olunacaqlar. Özləri də eşidib gələ bilənlər olacaq və ən mühümü startaplar üçün burada investorların nümayəndələri iştirak edəcək ki, biz gözləyirik ki, bu demoda real investisiyanın verilməyi ilə digər demodeylərdən fərqlənsin. Finalçılar bir komanda mı olacaq, yoxsa bir neçə komanda? Yəni o final mərhələsi necə keçirilir? Biz nəzərə alsaq ki, burada ondan çox ölkədən startap cəlb edirik. Təbii ki, gələn startapların səviyyəsindən bu asılıdır nəticə. Amma əlbəttə ki, bizim üçün həm də akselerasiya proqramı, beynəlxalq akselerasiya proqramının maraqlarına uyğun ki, biz çalışırıq ki, hər ölkədən finalda bütün ölkələrdən startaplar olsun. Bu ona görə yox ki, ölkənin adı çəkilsin. Həm də ona görə ki, o ölkədəki startap mədəniyyəti ilə digər ölkənin startap mədəniyyəti, Azərbaycanın startap mədəniyyəti inteqrasiya eləsinlər, təcrübə mübadiləsi olsun. Dolayısıyla gözləyirik ki, 10 və ya ondan çox ölkədən startap olsun. Bu da deməkdir ki, finalda 20-yə yaxın startapın iştirak etməsi gözləniləndir. Amma bu məqamlar təbii ki, müraciət edən startapların vəziyyəti, eləcə də münsiflərin baxışları, qoyduğu yəni dəyərləndirmələrin nəticələrinə əsaslanacaq. Yəni biz finalda nə olacağının inzibati şərtlərini müəyyən edirik. Amma digər peşəkar şərtləri proses zamanı münsiflər heyəti ilə birgə müəyyən ediləcək. Bəs layihə rəhbəri olaraq siz necə düşünürsünüz? Bu dəfəki məktəb, bu dəfəki layihə startaplara nə qazandıracaq? Əlbəttə, yəni istənilən bir startap üçün ən önəmli, ən əhəmiyyətli məqam odur ki, investisiya qazansın. Və belə deyim ki, venture kapitalistlərdən bu investisiyanı alsın. Yəni bir startap üçün ən belə uğurlu haldır ki, onlar startap ekosisteminin oyuncularından investisiya alırlar. Hansı ki, ənənəvi sahibkardan investisiya almaq da bu üstünlükdür. Amma təbii ki, o ekosistemdə bir söz var, bir money var, bir smart money var. Ağıllı tərəflərdən, yəni birlikdən istifadə etməyə, innovasiyaya əhəmiyyət verən tərəflərdən investisiya ala bilmələri gözlənilən, arzu edilən ən gözəl nəticədir. Burada startaplar investisiya qazanacaqlar təbii ki. Ancaq bu investisiyanı qazanmaq üçün bizim onlara bir mənalı olaraq bu proqrama vəd etdiyimiz investisiyanı
qazandıracaq imkanlardır. Yəni startapların özündən də çox şey asılıdır. Yəni belə deyək də, investisiya bazarında investorun investisiya etdiyi hansısa maddi və ya qeyri-maddi imkanlar onlara pul qazandırmır. Pul qazandıran oradakı onların yanaşmasıdır, bilik və bacarıqlarıdır. Burada da startapı qazandıran onların məsələyə yanaşmasıdır. Biz o imkanları ona gətirəcəyik. Yəni startap ekosistemində, startap fəaliyyətində investisiyanı qazandıran ən əhəmiyyətli məqam akselerasiya proqramıdır. Bunu bilən investorlar da akselerasiyadan məzun olan startaplara daha etibarlı yanaşırlar. Yəni akselerasiyadan məzun olmaq, yəni bu prosesi aydın şəkildə bilir, başa düşür. Ən əsası onlar məsuliyyət ala bilirlər artıq. Təşəkkür edirəm İsa müəllim. Uğurun özünə vəsilə olmaq özü də çox böyük bir uğurdur. Bu yolda sizə uğur arzu edirəm. Çox sağ olun, mən təşəkkür edirəm. Siz real islahata baxırdınız. Biz bugün yaşıl və rəqəmsal ipək yolu mövzusunda həyata keçirilən startap məktəbi haqqında danışdıq. Yenidən görüşəcəyik. Salamat qalın.